Salam uşaqlar, gəlin sizin üçün bugün hədəf quizinin MK'nin əsasları mövzusuna aid suallarını izah edim. Başlayaq birinci sualımızdan. Bizə birinci sualda qeyd edir ki, verilmiş cisimdəki molekulların sayının Avogadro sabitinə nisbəti. Biz bilirik ki, say n hərfi ilə Avogadro nisbəti n ilə göstərilir. N'in n-aya nisbəti bizə nu, yəni maddə miqdarını verir. Ona görə cavabımız nə olacaq? Birincidə C variantı. Keçək baxaq, ikinci Boltzmann sabitinin vahidi qeyd edir ki, hansıdır? Biz bunu kinetik enerjini ifadə edəcəyik uşaqlar. YK bərabər idi 2-də 3 KT. Buradan Boltzmann sabitini, yəni K-nı tapdıqda, yanakı kəmiyyətlər tərs asılı olduğuna görə 3D düşəcək məxrəcə, 2YK isə qalxacaq sürətə. Biz bilirik ki, bütün enerjilərin, bütün işlərin vahidi fizikada joule-dur. Temperatur vahidi isə nədir? Kelvin. Ona görə Boltzmann sabitinin vahidi nə olacaq? Joule bölünsün Kelvin, yəni A variantı. Keçək baxaq 3-cü sualımıza. 3-cü sualda molyar kütlənin saya nisbətinin kütləyə nisbəti, daha doğrusu molyar kütlənin saya hasilinin kütləyə nisbəti verilir bizə. İndi uşaqlar, maddə miqdarının bir düsturu n bölünsün n-adır. Bunu bildik. Bir digər düsturu da nə idi? N bölünsün molyar kütlə. Burada molyar kütləni tapsaq onda olacaq nə? N bölünsün nu. Gətirib yerinə qoyduqda n bölünsün nu 2 kəsr ola bilməz, nu düşəcək məxrəcə. Bir digər tərəfdən sürətdə n var idi, məxrəcdə də n var idi. M'lər getdi, qaldı n bölünsün nu. Təbii ki, bu da bizə nəyi verəcək? Avogadro sabitini. Çünki biz bilirik ki, düstur n böl n-a bərabər idi, nu idi. İndi n var, nu var, olmayan nədir? N-a Avogadro sabiti. Ona görə cavabımız nədir? Təbii ki, elə B variantı. Keçək baxıb indi 4-cü sualımıza. 4-cü sualda qeyd edir ki, verilmiş kütləli ideal qazın həcminə 2 dəfə azaltdıqda molekulların sayı. Uşaqlar, yadınızda saxlamalısınız ki, ideal qazlarda kütlə, daha sonra molekulların sayı, həmçinin maddə miqdarı, həmçinin n bölünsün n, n böl n-a. Bu kimi kəmiyyətlərimiz bizim nədir? Sabit. Avogadro sabiti, universal qaz sabiti adından da görüldüyü kimi sabit olduğu üçün onları artıq qeyd etmədim. Yeni qeyd edirəm, ideal qazdan söhbət gedirsə, kütlədir, saydır, maddə miqdarıdır. Maddə miqdarını təbii ki, n böl n-a ilə ifadə edə bilərik. Bu nisbətlərdə nə olacaq? Təbii ki, sabit olacaq. Yəni, sabit nə demək? Dəyişməz. Nə dəyişirsə dəyişsin, bunlar təbii ki, ona bağlı olaraq dəyişməyəcək. Ona görə cavabımız da nədir? 4-cüdə C variantı. İndi gəlin baxaq burada 5-ci sualımıza. 5-ci sualda nə deyir bizim üçün? Deyir ki, verilmiş kütlədə ideal qaz üzərində aparılan proses zamanı hansı fiziki kəmiyyət və ya kəmiyyətlər sabit qalır? Baxıram ki, qrafikə nədir bizim kəmiyyətimiz? Konsentrasiya, bir də temperatur. Konsentrasiyada nədir? Sabit. Çünki biz bilirik ki, ordinata paralel, absidə paralel düz xətt varsa, bu sabitin qrafikidir. Gətirib həmişə sabitin qrafikinin uzantısını çəkəndə hansı kəmiyyətə toxunursa, hansı koordinat toxunursa, həmin kəmiyyətimiz bizim nədir? Sabitdir. İndi burada gəldi təbii ki, konsentrasiya toxundu. Konsentrasiya sabitdir. Konsentrasiya sabitsə bu hansı prosesdir? İzoxor. İzoxor prosesdə tək konsentrasiyanın sabit qalırdı. Xeyr. Həmçinin qeyd etmişdik ki, sıxlıq da, həcm də nədir? Sabitdir. Ona görə sıxlıq da, həcm də dəyişməyəcək. Yəni cavab nədir? 1-2 C variantı. Keçək indi baxaq 6-cı sualımıza. 6-cı sualda nə deyir bizə? Deyir ki, qazın mütləq temperaturu 800% artdıqda molekulların orta kvadratik sürəti necə dəyişir? İndi uşaqlar, deməli, biz bilirik ki, hər bir şey həyatda nədir? 1 tam, yəni 100%. Əvvəl nə idi? 100%. Əvvəl bizim temperaturumuz 100% idi. Daha sonra deyir ki, 800% artdı. Təbii ki, əvvəlki qiymətdən həmişə artım olur. Azalma da, artma da əvvəlki qiymətdəndir. Onda 100% plus 800% temperaturum artıq nəyə bərabər imiş? 900%-ə. İndi diqqət edirik. 100%-dən 900%-ə gəlmək nə deməkdir? Temperaturun 9 dəfə artması. İndi bizə orta kvadratik sürətinin elə bir düsturu lazımdır ki, temperatur iştirak etsin. Bu da hansı düstur idi? V bərabər idi kök altında 3 RT bölünsün nə idi? M idi. Sözsüz ki, molyar kütləsi. İndi uşaqlar, temperatur nə idi? 9 dəfə artdı. Sürət artacaq. Çünki hər ikisi gördüyünüz kimi sürətdədir, sürətimiz də sürətdədir, temperatur da sürətdədir. Ona görə düz asılıdır. Amma kökü ilə artıq necə asılıdır? Düz asılıdır. 9 da kökdən necə çıxır? 3 kimi. Yəni, temperatur 9 dəfə artanda sürət nə edəcək? 3 dəfə artacaq. Ona görə cavabımız nə olacaq? A variantı. 7-ci sualda nədir bizim üçün? Sabit kütləli ideal qazın 1, 2, 3 nöqtələrində həcmlərini müqayisə edin. Nöqtələri verməyib özümüz gəlin yazaq burada. Bu olsun bizim birinci nöqtəmiz, bu olsun ikinci nöqtəmiz, bu da olsun üçüncü nöqtəmiz. Gördüyünüz kimi qrafikdə təzyiq var, temperatur var. Biz bilirik ki, PV bərabər idi nəyə? Nu RT-yə. İndi məsələnin şərtində bizə qeyd edib ki, sabit kütləli. Kütlə sabit isə M böl M nisbəti, yəni maddə miqdarı nə olacaq? Sabit. Onsuz da sabitdir. Dəyişən bir dənə V-dir və həmçinin nədir? Təzyiq, temperatur. Onda buradan V-ni tapdıqda olur təbii ki, nə? Yanakı kəmiyyətlər tərs asılı. Nu RT bölünsün P. Uşaqlar, biz qeyd etdik ki, nu-la R sabitdir. İndi baxırıq, temperaturdan bizim həcmimiz düz, amma təzyiqlə necə asılıdır? Tərs asılıdır.
Uşaqlar, 1 və 2 nöqtəsi baxın, koordinat başlanğıcından keçən bir düz xəttin üzərindədir. Baxıram ki, 1 və 2 nöqtəsi, yenə qeyd edirəm, koordinat başlanğıcından keçən bir düz xəttin üzərində verilir bizə. Ona görə təbii ki, V1 bərabər olacaq nəyə? V2. İndi buradan sonra gedirik ikinci və üçüncü nöqtənin müqayisəsinə. Uşaqlar, 2 və 1-i artıq burada, yəni birini götürsəz, birinə baxsaz kifayətdir. Çünki 1 2-yə bərabərdir, 2 1-ə bərabərdir. Yəni onlardan artıq birinə baxanda digəri onu nə edəcək? Yerində iştirak etmiş olacaq. Gəlin elə ikinciyə baxaq. İkinci nömrə üçüncünü müqayisə etmək üçün artıq bu qrafikimizi çəkirəm. Baxın bu şəkildə. İndi 2-dən 3-ə bizim təzyiqimiz sabitdir. Dəyişənimiz nədir? Temperatur. Baxırıq ki, həcmlə temperatur necə asılıdır? Düz asılı. Yəni biz bilirik ki, koordinat başlanğıcından sağa getdikcə qiymət nə edir? Artır. 2-yə uyğun temperaturun qiyməti məsələn 3-dür. Üçüncü nöqtəyə uyğun temperaturun qiyməti nə olacaq? 6. Yəni sağa getdikcə temperatur artdığı üçün həcm də nə edəcək? Başlayacaq artmağa. Onda V3 də təbii ki, nə olacaq uşaqlar? Bu bərabərlikdən böyük. Yenə qeyd edirəm, baxın, birinci və ikinci bir düz xəttin üzərindədir, koordinat başlanğıcından keçən. Koordinat başlanğıcından keçən bir düz xəttin üzərində sizə 100 dənə, 50 dənə, yəni nə qədər nöqtə verilirsin, heç bir fərq yoxdur, həmişə bir-birinə bərabər olacaqlar. Daha sonra 2 və 3 nöqtəsinə uyğun qrafikimizi artıq çəkdik. Baxdıq ki, 2 və 3 nöqtəsinə uyğun bizim təzyiqimiz sabitdir. Dəyişən nədir? Temperatur. Həcmlə temperatur necə asılıdır? Düz asılıdır. Sağa getdikcə temperatur artdığı üçün 2-dən 3-ə. Təbii ki, həcmdə nə edəcək? Artacaq. Yəni bu bərabərlikdən 3-cü artıq bizim qiymətimiz nə edəcək? Böyük qiymət alacaq. O da bizə deyəsən uşaqlar C variantında verilib burada. Çünki nöqtələr də tam dəqiq görünmür. İndi gəlin keçək baxaq 8-ci sualımıza. 8-ci sualımıza baxırıq. Deyir ki, 10 mol oksigenin kütləsi nə qədərdir? Mənə kütləni verib. Bir digər tərəfdən mənə həmçinin nəyi verib? Maddə miqdarını, daha doğrusu molyar kütləni vermişdir. Molyar kütləmiz 32-dir. Maddə miqdarı 10 moldur. Və məndən nə istəyir? Kütləni. İndi bunların hamısını iştirak etdiyi düstur nə idi? M bölünsün M. Buradan da kütləni tapanı nü vurulsun molyar kütlə. Nü'nu verib deməli 10. Molyar kütləmiz 32-dir. Elə cavab nə olacaq? 320 qram. Yəni A variantı. İndi keçək baxaq 9-cu sualımıza. Uşaqlar, 9-cu sualda deyir ki, şəkildə təsvir edilmiş prosesdə bir zərrəciyin orta kinetik enerjisi necə dəyişər? 1-dən 2-yə, 2-dən 3-ə gəlmişik. Gəlin əvvəlcə baxaq. 1-dən 2-yə baxıram ki, bizim həcmimiz sabitdir. Çünki qeyd etdik ki, ordinatı absisa paralel düz xətt varsa, bu sabitin qrafikidir. İndi uzantısını çəkəni nəyə gəlib toxundu? Həcmə. Ona görə 1-dən 2-yə həcmi sabitdir. Dəyişən nədir? Təbii ki, təzyiq. Təzyiq necə dəyişib? 4P0-dan P0-a gəlib. Təzyiqim isə 4 dəfə nə edib? Azalıb. Getdi indi 2-dən 3-ə baxmağa. 2-dən 3-ə uşaqlar baxırıq ki, artıq burada yenə sabitdir. Çünki absisa paraleldir və artıq nəyə gəlib toxundu? Təzyiqə. Deməli, təzyiq sabitdir və həmçinin dəyişən nə olacaq? Həcm necə dəyişib? 2-dən 3-ə V0-dan 5V0-a gəlib. Həcmimiz isə 5 dəfə artdı. İndi məndən soruşduğu nədir? Kinetik enerji. Uşaqlar, kinetik enerjinin düsturu 2-də 3 KT idi, yaxud da mv kvadratı bölünsün 2 idi. İndi sözsüz ki, mv kvadratı bölü 2-dən gedəcək. Bunda m0 v kvadratı bölü 2. Mənə elə bir sürət düsturu lazımdır ki, təzyiqin və həcmin iştirakı mütləq olsun. O da hansı idi? Təbii ki, kök altında 3pv bölünsün m. Onu deməli uşaqlar, gətirib burada yazanda m0 bölünsün 2-ni belə ayrılıqda yazaq. V kvadratının da yerinə gətirib kökdə 3pv bölünsün m qoyuruq və kvadratı yüksəltməliyəm. Kökdən kvadrat getdi. M-lərimiz də gedəcək həmçinin uşaqlar. Onda qaldı burada nə? YK bərabərdir. Deməli 3pv bölünsün sözsüz ki 2-yə. 3pv bölü 2. İndi təzyiq nə etmişdir? 4 dəfə azalmışdır. Təzyiqin 4 dəfə azalması hesabına kinetik enerji 4 dəfə azalacaq. Həcm nə edir? Həcm 5 dəfə artdı. Həcmin 5 dəfə artması hesabına kinetik enerji 5 dəfə artacaq. Çünki kinetik enerji təzyiqlə də həcmlə də düz asılıdır. İndi 5 dəfə artma sürətdə 5 deməkdir. 4 dəfə azalma nə deməkdir? 1 bölünsün 4. Yəni məxrəcdə 4 deməkdir. 5-i 4-ə böləndə 1,25 eləyəcək. Aldığınız cavab da artıq gördüyünüz kimi sürətdədir. Ona görə təbii ki, nədir? Artma. Yəni C variantı. İndi uşaqlar, gəlin 10-cu sualımıza baxaq. Nə deyir bizim üçün? Deyir ki, molekulların bir-birini dəf etməsini göstərən hadisədir. Təbii ki, burada cavab mis çubuğun çətin sıxılmasıdır. Niyə görə? Gəlin isbat edir. Uşaqlar, biz bilirik ki, elastiklik dərsindən öyrənmişdik. Məsələn, yaydan elə gəlin gedin. Yayı mən nə edirdim? Bir qədər bir F qüvvəsinin təsiri ilə uzadırdım. Sözsüz ki, yayı deformasiyaya uğratdım, yəni dartdım, uzatdım. Bu zaman onu təşkil edən zərrəciklər arasındakı məsafə artırdı və bu zərrəciklər də öz əvvəlki vəziyyətini bərpa etmək üçün nə edirdilər? Başlayırdılar bir-birini cəzb etməyə. Ona görə cəzb qüvvəsi bizim deformasiyamızın necə yönəlirdi? Əksi istiqamətində. Yəni tətbiq etdiyimiz qüvvənin əksi istiqamətində. İndi gəlin bir də bunun sıxılma versiyasına baxaq. İndi sıxdıqda artıq zərrəciklər arasındakı məsafə nə edəcək? Azalacaq. Onlar da yenə öz əvvəlki vəziyyətini bərpa etmək üçün başlayırlar nə etməyə? Bir-birlərini itələməyə, dəf etməyə.
Yenə qüvvənin istiqaməti necə yönəlirdi? Artıq əvvəlki vəziyyətini bərpa etmək istədikləri üçün tətbiq etdiyim qüvvənin, yəni deformasiyanın əksi istiqamətində. İndi uşaqlar, sözsüz ki, biz dedik ki, sıxılmada neynirlər? Bir-birini itələyirlər. Amma bir digər tərəfdən dartılmada neynirlər? Bir-birlərini cəzb edirlər. İndi bizdə itələmədən, dəf etmədən söhbət getdiyi üçün nə olacaq? Biz çubuğun çətin sıxılması. İndi deyərsiniz ki, bəs niyə görə digər variantlara baxmırıq uşaqlar? Axı baxın, qüvvələrin istiqaməti necədir? Əks istiqamətli olduqda təbii ki, bizə maneə kimi qarşımıza çıxır. Bu çətinliklə baş verir, asanlıqla yox. Ona görə də yenə qeyd edirəm, cavabımız nə olacaq? B variantı. Keçək indi baxaq 11-ci sualımıza. 11-ci sualda nə deyir bizə? Deyir ki, sabit həcmli uşaqlar. Həcm sabitsə biz bilirik ki, bu hansı prosesdir? İzoxor. İndi məsələnin davamını oxuyaq. Deyir ki, verilmiş kütləli ideal qazın mütləq temperaturunu 4 dəfə azaltdıqda molekulların konsentrasiyası necə dəyişir? Təbii ki, izoxor prosesdə biz qeyd etdik ki, həcm, konsentrasiya, sıxlıq bu üç kəmiyyət nədir? Sabit, dəyişməz. Ona görə cavabımız nə olacaq? C variantı. Keçək baxaq 12-ci sualımıza. 12-ci sualda verilmiş kütləli ideal qazın həcm, temperatur qrafikinə əsasən onun təzyiqini tapın və bizə də gətirib mötərəzədə nə qeyd edib? Gördüyünüz kimi maddə miqdarına universal qaz sabitini verir. Bunların hamısının birgə iştirak etdiyi düstur nə idi? İdeal qazın hal tənliyi. PV bərabər idi nu RT. İndi buradan bizə lazım olan nədir? Təzyiqini tapın deyir. Tapdıqda P bərabərdir nu RT bölünsün təbii ki nəyə? V-yə. Çünki yanakı kəmiyyətlər tərs asılıdır. İndi uşaqlar baxıram. T hansı oxun yerində dayanıb? Absisin X. V hansı oxun yerində dayanıb? Ordinatın Y. Gətirib yerinə qoyaq. Nu R öz yerində, T-nin yerinə X, V-nin yerinə Y. X-in Y-ə nisbəti bizə nəyə verildi? Təbii ki qeyd eləmişdik kotangens alfanı. Bunda cavabımız nə olacaq? Nu R vurulsun kotangens alfa, yəni elə C variantı. Keçək indi baxaq gəlin 13-cü sualımıza. Uşaqlar, 13-cü sualda nə deyir bizim üçün? Bağlı qabdakı, tez bunu da yenə mütləq şəkildə bilməliyik. Bağlı qabdan, qapalı qabdan söhbət gedirsə, həcm sabitdir, yəni izoxor prosesdir. Daha sonra deyir ki, ideal qazı 15 Kelvin qızdırdıqda. Demir bizə dəfədən söhbət açmır. 15 Kelvin neynəmsən, yaxud 15 Kelvin qədər qızdırmısan. Biz demişdik ki, artma da, azalma da həmişə nədir? Əvvəlki qiymətdəndir. Sözsüz ki, qızmadırsa temperatur nə edəcək? Artacaq. Əvvəlki qiymətdən 15 Kelvin artdı. Yəni T2 bərabərdir, T1 plus 15. İndi onun təzyiqi isə 5% artıb. Demir 5% dəfə. Dəfədən söhbət gedəndə vurma yaxud bölmədir. İndi artmadırsa vurma, azalmadırsa sözsüz ki nədir? Bölmədir. İndi bizə deyir ki, onun təzyiqi 5% artıb. Sözsüz ki biz bilirik ki, hansı qiymətdən artacaq? Əvvəlki qiymətindən. Onu da deməli P2 bərabərdir. P1 plus əvvəlki təzyiqin 5% qədər artıb. P1-in 5%-ni tapanda, yəni P1 vurulsun 5 bölünsün 100. O da təbii ki nə verəcək bizə? 0,5 P1. Onda uşaqlar gəlin yazaq. Deməli P1 plus 0,5 P1. Elə buradan da qiymət çıxarsaq 1,5 nə olacaq? P1 olacaq. İndi bizdən istənilən nədir? Qazın başlanğıc temperaturu. Gəlin yazaq. P və T tənliyini yazdım. Biz bilirik ki, ideal qazlarda maddə miqdarı, yəni nu sabiti, R universal qaz sabitidir. Yəni bir də PV nu RT bərabərliyini yazmamıza ehtiyac yoxdur. Nu ilə R sabit olduğu üçün dəyişənlərə baxdım ancaq. İndi məsələnin şərtində bağlı qab dediyi üçün həcm sabit idi. Dəyişənlərdən biri təzyiqdir, biri də temperaturdur. Necə asılıdırlar? Təbii ki, düz asılı. Yəni P1 bölü P2 bərabər olacaq. P1 bölünsün T2-yə. İndi uşaqlar, buradan P1'imiz nə idi? Öz yerində. P2 nə idi? 1,5, P1 tapdıq. T1'imiz öz yerində, T2-nin yerində. T1 plus 15 gətirib əvəzlədik. P-lər ixtisar gələcək. 1,5, T1 bərabər oldu. T1 plus 15-ə. Buradan da təbii ki tapanda 0,5 T1 bərabərdir 15-ə. Buradan da T1-i tapanda elə nəyə bərabərdir uşaqlar? 300 Kelvinə. Deməli, temperaturun başlanğıc qiyməti nəyə bərabər imiş? 300 Kelvinə bərabər imiş. İndi gəlin keçək baxaq 14-cü sualımıza. 14-cü sualda nə deyir bizim üçün? Deyir ki, hansı ifadələr doğrudur? Doğrudur, başlayın. Deməli, qazlarda diffuziya daha sürətlə baş verir. Qazlarda diffuziya daha sürətlə baş verir. Bəli, biz qeyd eləmişdik ki, aqreqat hallarında qazlarda diffuziya ən böyük sürətlə baş verir, bərklərdə isə ən kiçik sürətlə baş verir, mayelərdə aralıq qiymət alırdı. Bu ifadə düzdür. Keçək baxaq ikinci. Temperatur yüksələndə diffuziya yavaş gedir. Xeyr, dedik ki, temperatur artanda diffuziyada nə edəcək? Daha sürətlə baş verəcək. Bu səhvdir. Daha sonra Brown hərəkəti intensivliyi bərk cisimlərdə daha böyükdür. Xeyr. Biz dedik ki, diffuziya bir maddənin aqreqat alınmasıdır. Qazlarda ən böyük, bir digər tərəfdən bərk cisimlərdə ən kiçik sürətlə baş verirdi.
Bir də diffuziya nədən asılı idi? Temperaturdan. Temperatur artdıqca diffuziyanın sürəti artırdı. Eyni şey gəlib Brown hissəciyi üçün, Brown hərəkəti üçün də qeyd edildik. Brown hərəkəti bir asılı idi hissəciyin kütləsindən, ölçüsündən, kütləsindən demək ölçüsündən. Hissəciyin ölçüsü kiçik olanda daha böyük sürətlə, böyük olanda daha kiçik sürətlə hərəkət edirdi. İndi deyir ki, intensivliyi bərk cisimlərdə daha böyükdür. Həmçinin bir digər tərəfdən şoklar Brown hərəkəti maddənin aqreqat halından asılı idi. Yenə eyni qaydada qazlarda ən böyük, bir digər tərəfdən bərk cisimlərdə ən kiçik sürətlə nə edirdi? Baş verirdi. Yenə eyni diffuziya ilə bağlı nüansımızda temperaturla Brown hərəkəti də düz asılıdır. Temperatur artdıqca Brown hərəkətinin, Brown hissəciyinin sürəti artırdı. Baxın, bütün nüanslarımızı qeyd etdik. İndi nə deyir? Bərk cisimlərdə daha böyükdür. Xeyr, təbii ki. Biz qeyd etdik ki, qazlarda ən böyükdür. Temperatur yüksələndə Brown hərəkətinin intensivliyi artır. Bəli, dedik ki, diffuziyadan eyni xarakterə malikdir. Hər ikisində temperatur artdıqca nə edəcək? İntensivlikləri, sürətləri artacaq. Ona görə doğru cavabımız nədir? 1, 4. Keçək baxaq 15-ci sualımıza. 15-ci sualda nə deyir bizim üçün? Deyir ki, verilmiş kütləli ideal qaz üçün ifadələr və qrafiklər arasında uyğunluğu müəyyən edin. Bizə ifadələri verməyib. Onda gəlin bir-bir özümüz artıq A, B, C, D, Y-ni adlandıraq. P, V ilə gördüyünüz kimi necə asılıdır? Tərs asılı. Yəni burada təzyiq də dəyişir, həcmli. Bir-biri ilə tərs asılı olaraq dəyişir. Biz demişdik ki, düz asılılığın qrafikində, tərs asılılığın qrafikində olmayan bizim sabitimizdir. Deməli, A-da nə yoxdur? Temperatur. Burada nə sabit olacaq? Temperatur sabit olacaq. İndi bir digər tərəfdən verilən oxun istiqaməti ilə V-nin oxunun istiqaməti necədir? Hər ikisi sağa yönəlir. Həcm nəyinib? Artıb. Ona görə bu nə olur? İzotermik genişlənmə. Keçdik indi B variantına baxaq. B variantında artıq gördüyünüz kimi ordinata paralel düz xətt var. Sabitdir. Nə sabitdir? Nəyə toxunub? Təbii ki, həcmə. Həcm sabit olacaq. Təzyiq isə nəyinib uşaqlar? Təzyiq isə azalıb. Çünki verilən oxun istiqaməti ilə təzyiqin oxunun istiqaməti necədir? Əksdir. Biz demişdik ki, adlandırma ya həcmə görə olur, ya da temperatura görə. İndi həcm sabitsə məcburam ki, adlandırmanı nəyə görə aparım? Temperatura görə. Onda tez bərabərliyi yazmalıyıq. P, V, T. V-nin sabit qiymətində təzyiqlə temperatur necə asılıdır? Düz asılı. Təzyiq azalırsa temperatur da azalacaq. Onda bu olduğuna izoxor soyuma. İndi keçdik C variantına. C variantında gördüyünüz kimi artıq bizə nə verib? Absisə paralel düz xətt. İndi biraz qaranlıq kimi düşüb. Absisə paralel düz xəttimizdə indi olacaq burada nə? Nəyə toxundursa təbii ki, o sabit. Təzyiq sabitdir. Həcm isə neyini bu uşaqlar artıb? Çünki verilən oxun istiqaməti ilə həcmin oxun istiqaməti eynidir. Onda izobar prosesdir, çünki təzyiq sabitdir. Həcm artırsa nə olacaq? Təbii ki, genişlənmə, izobar genişlənmə. Keçək indi D variantına. D variantında yenə təzyiq sabitdir. Bayaqkının əksidir. Həcmin artıq istiqaməti ilə verilən oxun istiqaməti əksidir. Ona görə azalıb. İzobar nə olacaq burada? Sıxılma. İndi keçək Y variantına. Y variantında yenə həcm sabitdir. Təzyiq artıb. Temperatura görə dedik, adlandırmalıyım. Həcm sabitsə, təzyiq artanda həcmin sabit qiymətini temperaturda nə edirdi? Artırdı. Ona görə nə olacaq? İzoxor qızma. Bir-bir variantlarımıza görə də nə edirdik? Qrafiklərimizi adlandırdıq. Bu da bizim hədəf quizinin uşaqlar suallarının izahıdır.